Salam, mən indi sizə Zune proqramı ilə Nokia Lumia telefonla necə mahnı, şəkil, video adlatmayı göstərəcəm. Siz daxil olursunuz web saytə, bunu götürürsünüz, Zune proqramı və telefonunuzun USB kabeli ilə qoşursunuz, Zune kompüterə qoşursunuz və sonra Zune proqramına daxil olursunuz. İndi mən qoşuram. Telefonu daxil kompüterə. Telefon gələnə qədər gözləyirik. Özü avtomatik olaraq Zune'ye qoşulacaq. Qoşulur. Qoşulmayı gözləyirik. Və qoşulur. Telefon gəlməyi gözləyirik. Gəldi. Və gəldi. Bu mənim telefonumdur. Bu telefonun beynində olanlardır. Demək ki, telefonun beynində olan mahnı var. Video yoxdur. Şəkillər. Əslində mən sizə video adlatma göstərəcəm. Buradan daxil olun kompüterə, telefonun içinə yox, kompüterin içinə və parametrlər, settings. Burada özünüz seçirsiniz. Mahnı, şəkil, video və video adlatmaq istəyirsiniz. Videoya basırıq və gəldi. Bu özünlə olan papkalarda bunları təmizləyirik. Bunların indi seçsin videoyu. Amma adladarkən videoyu papkanın içində saxlayın. Papkadan götürür. Video papkası. İçində bir dənə video olacaq. Video və OK. OK. Buradan biz baxırıq video. Gəlir video göstərir. Burada sağ knopunu basırıq və Sony with phone. Yəni mən telefonları çıxamıram. Sony with telefon basırıq və faizli olur. Əmrində də addadır. İndi girib baxırıq telefonun içində var mı həmin video. Və telefonun içində kimi. İzlədiyiniz üçün təşəkkür edirik.